yerli məhsullar bütün hallarda xarici məhsullardan üstündür. Bütün hallarda. Çünki onlar az kimyalaşmış olur və insanların dədə-babadan qalmış yaşadığı ərazidə istehsal olunan mal üçün insanlar üçün daha yaxşı qida hesab olunur. Çox təəssüflər olsun ki, əhali arasında xarici mallara üstünlük vermək istəyi var və əhali xaricdən gətirilən malları daha üstün hesab edirlər. Onların kimyalaşmış dadına, rənginə, qoxusuna alınırlar. Və təəssüflər olsun ki, yerli istehsalçı firmalarda bəzən qanunları pozaraq istehlakçıları aldatmaq üçün öz mallarını xarici dildə markalayırlar. Məsəl üçün bir müəssisə rus dilində yazır. Smetana Kaunaskaya. Qapağın üstündə böyük hərflərlə yazır. Yan tərəfində də yazır. Bir yerdə kiçik hərflərlə yazır Kaunas xaması. Və yaxud ən çox əhalinin aldadıldığı və güman edirəm ki, hər bir şəxsin aldadıldığı batonçik Rusiya, əhalinin Rusiya malı kimi alır. Ancaq əslində isə Azərbaycanda istehsal olunur. Azərbaycan brendinin yaradılmasında çox təəssüflər olsun ki, yerli istehsalçılar da maraqlı deyirlər. Və sanki istehlakçılar arasında elə bir iş aparılır ki, xarici mallara üstünlük verilsin. Bu səhv bir düşüncədir. Və təsadüfi deyil ki, Azərbaycanda neçə il öncə İqtisad Naziri olan Fərhad Əliyevin məşhur bir çağırışı var idi. Hamı yerli mal alsın, xeyir vətənə qalsın. Çox əhəmiyyətli bir çağırış idi. Təcə ona görə yox ki, xeyir vətənə qalsın. Ona görə ki, yerli mallar daha üstün olur. Ona görə istehlakçılar mal alan zaman, ərzaq mal alan zaman onun etiketlərini diqqətlə oxusunlar. Və Azərbaycan mallarına üstünlük vermək daha yaxşıdır.